Ayədə nə dedi? Və in xiftum əllə tuksitu fil yetəmə fənkihu. Tərcüməsini necə veribdilər? Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn, baxın. Halal qadınlardan ikisi, üçü və dördü ilə evlən. Eyni məsələni Quran-ı-Kərimin 24-cü surəsi var. 24-cü surənin 32-ci ayəsindən gəlin baxın. Baxın, burada deyir, fənkihu. Mənasını necə veribdilər? Evlənin. İndi gəlirəm, açıram. 24-cü surənin 32-ci ayəsinə. Baxın, burada nə deyir? Vənkihu. Tərcüməsini necə veribdilər? Ən axırda evləndirin. Nə oldu? Bu tərəfdə Nisa surəsində gələndə evlənin, eyni söz gəlir Quran-ı-Kərimin Nur surəsinin 32-ci ayəsində burada evlənin mənasını verirsiniz. Ayrı vaxt deyirlər ki, ərəblərdən yaxşı bir qardaş, buyurun, tərcüməsini verin, mənalandırın. Mən də deyim ki, bəli, həqiqətən halal olsun sizə, doğru buyurdunuz, mən səhv eləmişəm, hər kəsdən üzr istəyəcəyimi deyəcəm. Bir halda mövzunu çox uzatmıram, qısa olaraq. Ən-Nisa surəsi 3-cü ayədə gələn fənkihu feili bu nəkəha feilinin əmridir. Nəkəha, yənkihu, inkih, cəmdə inkihu, burada da fə bağlayıcısı gəlib, fənkihu və orada da həmzətül vasıldır. Bu fənkihu nəkəha feilindəndir. Mənası da evlənmək deməkdir. Yəni, ayədə gəlir ki, 2, 3, 4 qadınla evlənin. Xoşunuza gələn. Nur surəsi 32-ci ayədə gələn və ənkihu feili isə nəkəha feilinin əmri deyil, ənkəha feilinin əmridir. Yəni, ənkəha, yunkihu, ənkih və ənkihu mənası da evləndirmək deməkdir. Yəni, bu feillər ayrı-ayrı feillərdir. Biri nəkəha feilidir, mənası evlənmək deməkdir. O birisi isə ənkəha feilidir, mənası evləndirmək deməkdir. Yəni, fənkihu və ənkihu bu cahilin iddia etdiyi kimi eyni sözlər, eyni feillər deyil. Ayrı-ayrı feillərdir. Və bu adam yəni, ibtidai səviyyədə ərəb dilini bilməyən və iki feili bir-birindən ayırt edə bilməyəcək qədər ərəb dilindən cahil olan birisidir. Halal olsun sizə, doğru buyurdunuz, mən səhv eləmişəm, hər kəsdən üzr istəyəcəyimi deyəcəm.